koydu. Ümumən inşa üçün qiymətləndirmə yaxşı keçib, sadəcə bir qədər o elementlərin çətinliyinə görə daha az xal alır. Və Tomi Tuhanın da artıq nəticəsi məlumdur. 13,300. O da hələ Ukrayna temsilcisi Diana Varinska mükemmel ve mürekkep hareketleri yerine getirir. Belirli ki günün ilk yarısında geçen yarışlarda dayakla kullanmada onun hem yerlisi birinci pilleye yükseldi. Oksana Chusovitina. Nəticəsi qalansa da 13,300 xalla qiymətləndirir hakimiyyət tərəfindən. Hal-hazırda ise daha bir Ukrayna temsilcisi Evgeniy Yudenkov davet oldu halqalara. açıqlayacaqlar qiymətləndirməni. Biz isə Diana Varinskanın bir daha xallarını görürük.